Hər kəs salam, mən Murad. Bugün şahmat dərsimizin 32-ci dərsidir. Onu qeyd etmək istəyirəm ki, onlayn şahmat dərsləri keçirilir. Aşağıdakı nömrələ əlaqə saxlaya bilərsiniz. Şahmat dərsləri rus və Azərbaycan dillərində keçirilir. Deməli, bu günlərim qaraların ağlara qarşı Skandinav müdafiəsi oynayanda ona qarşı necə ağlar oynaya bilərlər, onu təhlil edəcəyik və qaralara tətbiq olunan bir tələni sizə göstərəcəm. Deməli, Skandinav müdafiəsi ümumiyyətcə qaralarla necə oynanır? E4 gedişinə qaralar D5 oynayır. Piyadalar dəyişdikdən sonra vəzir D5, at C3 və vəzir qayıdır D8 xanasına. Bundan sonra biz inkişafımızı davam elətdiririk. Oynayırıq F3, qaralar at C6, biz piyadamızı önə sürürük, D4 oynayırıq və qaralar, rəqibimiz düşünür ki, F3-dəki atımıza təzyiq göstərmək istəyirlər. Yəni, atımızı burada bağlamaya tuturlar. Biz isə burada öz hücumumuzu davam elətdiririk və burada oynayırıq D5. D5 oynayaraq atın üstünə hücum edirik. At da məcbur olur, qaçsın bir başqa xanaya. Və rəqib oynayır E5. E5 əslində belə baxanda, əgər bu debutu rəqib bilmirsə, yəni burada asanlıqla səhv edir. Çünki E5 gedişi ilk növbədə baxanda yaxşı bir gediş görsənir. Çünki at taxtanın mərkəzindədir və rəqib də düşünür ki, at əgər mərkəzdədirsə, onun atı daha güclüdür. Amma burada bir şey gözdən qaçır ki, biz vəzirimizi qurban veririk və E5-dəki atı götürürük. Burada rəqib əgər heç nədən xəbəri olmasa, düşünsə ki, biz səhvliklə atı götürdük, yəni bu bağlamaya fikir vermədik. Bu rəqib üçün daha böyük bir səhv olur, o vəziri götürmək. Biz burada hücumumuzu davam elətdiririk ki, qalib gələk. Biz burada fil B5 oynayırıq, şaha hücum edirik. Burada yeganə gediş var, yeganə normal gediş, yəni vəzirlə də oynamaq olar, sadəcə vəzirlə oynamaq məğlubiyyətə aparır. Deməli, burada qaralar oynadı C6. C6 oynadıqda biz piyada ilə vururuq. Burada bir neçə gediş var qaralar üçün, amma hamısı məğlubiyyətə aparır. Burada ilk gediş vəzir C7 oynamaqdır ki, piyadanı qabağa sürə bilməyək. Amma biz yenə də burada götürürük və iki gedişə burada mat olur. Bu birinci gediş, ikinci də şah məcbur olur. Xanasını dəyişsin, yəni D8-ə və at F7 vurduqdan sonra biz mat qoyuruq. Burada başqa bir davamiyyət də var. Misal üçün belə oynasalar. Burada da yenə iki gedişə mat olur. Birinci gediş C7, vəzir çıxdıqdan sonra D7-yə, biz də fillə D7-yə vurub mat edirik. Yox, əgər rəqib bunların hamısını görsə ki, artıq bu piyada təhlükə yaradır. Çalışacaq ki, özü üçün bir pəncərə açsın. O da E6 gedişidir. Amma biz buna baxmayaraq yenə də piyadanı götürürük. Çünki rəqib şahla E7-yə gəldikdən sonra biz fil G5 saf veririk. Baxmayaraq ki, qaralar bizə qarşı F6 gedişi oynaya bilərlər. Biz bunu oynayırıq, çünki biz buradakı fili də götürəcəyik. D1-dəki fili götürürük. Və burada artıq qaraların D8-dəki vəzirinə hücum etmiş oluruq. Bu hücumdan qaçmaq üçün bir neçə variant var, amma hamısı mənasızdır, boşdur. Misal üçün gedə bilərlər C7-yə, C7 geçsələr biz burada vəziri götürürük və burada bizim deməli top D7 gedişi var. Çünki biz burada top D7, misal üçün deyək qaralar belə bir gediş elədi. Biz top D7 gəldik, götürdükdən sonra görürük ki, axların vəziri də yoxdur belə. Ona görə vəzir C7 pis gedişdir və yaxud olsun vəzir B8 gedişi, o da pisdir. Çünki biz buradan belə bir şah veririk. Burada iki qat zərbə olur həm vəzirə, həm də ki şaha iki qat zərbə olur. Bundan əlavə ən yaxşı burada gediş nədir qaralar üçün? O da ki, bu topu götürmək. Bundan yaxşı onlar üçün bir gediş yoxdur. Hə desəz ki, burada iki dənə fiqur hücum altındadır. Piyada ikisinə də hücum edir. Düzdür. İkisinə də hücum olunsa da biz burada çıxış yolu yenə tapırıq. Yəni burada ağlar yenə də üstünlük olur. Nəyə görə? Çünki bunlar
topunu qaçırmalıdırlar. Bu məcburi bir gedişdir. Misal üçün belə oynamaq məcburi bir gedişdir. Biz də qaçdıqdan sonra E2-yə, E2-yə, E1-ə fərqi yoxdur. Amma E2 daha yaxşıdır ki, topun yolu açılsın. Biz bu gedişi elədikdən sonra qaralar düşünə bilər ki, oyun burada qurtardı. Götürə bilərlər, misal üçün bizim filimizi. Amma biz burada yenə ikiqat zərbə atdan edə bilərik. Deyək ki, bunu da qaraları gördü ki, ikiqat zərbə eləyəcəklər. Misal üçün bura çəkdilər öz toplarını. Amma burada piyadamız vəzir yeyib çıxır. Yəni bu da onlara sərf eləmir. Ona görə burada qaralar məcbur olur ki, oynasınlar top B8. Top B8 oynadıqdan sonra biz artıq bu piyadaya hücum edirik ki, topu buradan çıxardaq və piyadamız da geçsin çıxsın vəzirə. Belə də oynaya bilərik, amma daha yaxşı gediş atla. At C6. Yeni iki qat zərbə olur, həm topa, həm də şaha. Burada da artıq çıxış yolu olmadığından şah C7-yə gəldikdən sonra biz oynayırıq. D7 piyadanı götürdükdən sonra F7, F8-dəki fili götürürük. Onlar bizim fili götürdükdən sonra biz də E5-də, E6-dakı piyadanı götürürük. Yəni burada görürük ki, ağlar həm piyada üstünlüyü var, həm də ki figur üstünlüyü var. Yəni burada da ağlar rahat bir şəkildə qalib gəlirlər. İskandar müdafiəsini işlədə bilərsiniz. Çünki E4 gedişinə D5 cavabı populyar cavabdır. Yəni çox vaxt oynayırlar. Belə. Ona görə istifadə edə bilərsiniz bu tələni. Əgər sizə qarşı Skandinav müdafiəsi oynayıblarsa. Bu dərsdə bu qədər. Sağ olun. Gələn dərslərdə görüşənədək.